Salam, diabet diaqnozu ilk eşidiləndə biraz narahatlıq yarada bilər. Amma əslində hər şeyin tam nəzarət altında olduğunu bilməlisiniz. Bugün biz sizə bu prosesi asanlaşdırmaq üçün sadə, amma çox effektiv addımlardan danışacağıq. Hazırsınızsa, gəlin başlayaq. Baxın, əsas məsələ elə bu cümlədə gizlidir. Bu diaqnozu eşitmək qorxuducu ola bilər, bəli. Amma bu bir son deyil, əksinə, öz sağlamlığınıza daha çox diqqət yetirmək üçün yeni bir başlanğıcdır. Gəlin görək, bu yolda inamla necə addımlaya bilərik? Hər şeyin təməli əlbəttə ki, nəzarətdən başlayır və bizim üçün ilk və ən fundamental qayda qan şəkərimizi mütəmadi olaraq yoxlamaqdır. Bu bizim kompasımızdır. Yaxşı, bəs nə vaxt ölçməliyik? Bu çox vacib sualdır. Çünki hər ölçüm bizə bədənimiz haqqında fərqli bir məlumat verir. Məsələn, səhər ac qarnı etdiyiniz ölçüm gecə boyunca bədəninizdə nələr baş verdiyini göstərir. Yeməkdən əvvəl və sonra ölçmək isə hansı qidanın sizə necə təsir etdiyini anlamaq üçün sanki bir güzgüdür. Və əlbəttə ki, bir anlıq özünüzü halsız, yorğun hiss etdinizsə, dərhal yoxlamaq şərtdir. Bu fikir əslində bütün məsələnin açarıdır. Ölçmədiyiniz şəkəri idarə edə bilməzsiniz. Bu sadəcə bir cümlə deyil, bir fəlsəfədir. Bilmədən, məlumatlı olmadan nəysə idarə etmək sadəcə mümkün deyil. Ona görə də o kiçik cihaz sizin ən yaxın dostunuz olmalıdır. Yaxşı, şəkərimizi ölçdük, vəziyyəti bilirik, indi isə keçək ikinci açar məqama. Diabeti idarə etmək qətiyyən ac qalmaq demək deyil. Yox, əksinə, bu ağıllı və ləzzətli qidalanmağı öyrənmək deməkdir. Gəlin seçimlərimizin bədənimizə təsirini bir anlıq təsəvvür edək. Ağ çörək, şirniyyatlar, qazlı içkilər. Bunlar qan şəkərinizi sanki bir Amerikan təpəciklərinə mindirir. Kəskin yuxarı, sonra kəskin aşağı. Bu da gün ərzində yorğunluq və halsızlıq deməkdir. Amma bunun əvəzinə boşqabımızı rəngli tərəvəzlər, tam taxıllar və zulallarla dolduranda enerjimiz bütün gün stabil qalır. Görürsünüz, əslində seçim etmək o qədər də çətin deyil. Yaxşı, bəs yalnız doğru qidaları seçmək kifayətdir? Təbii ki, xeyr. Nə qədər yediyimiz, ən az nə yediyimiz qədər bəlkə də daha çox vacibdir. Unutmayın, dünyanın ən sağlam qidasını da həddindən artıq yesəniz, balans pozulacaq. Ona görə porsiyalara diqqət etmək mütləqdir. Deməli, düzgün qidalandıq, enerjimizi aldıq, indi nə etməliyik? Əlbəttə ki, o enerjini hərəkətə çevirməliyik. Gəldik üçüncü açar məqama. Fiziki aktivliyin sadə amma inanılmaz gücünə. Sadəcə bu rəqəmə diqqət edin. 30 dəqiqə. Günün 1440 dəqiqəsindən cəmi cümlətanı 30-u. Bu, həyatınızı kökündən dəyişə biləcək bir zamandır. Söhbət ağır, yorucu idman proqramlarından getmir ha. Hətta hər gün edilən yüngül bir gəzinti belə möcüzələr yarada bilər. Bəs həmin o 30 dəqiqə bədənimizdə tam olaraq nə edir? Birincisi, əzələlərimiz işə düşür və qandakı o artıq şəkəri sanki bir yanacaq kimi istifadə edir, yəni səviyyəsini təbii yolla aşağı salır. İkincisi, çəkiyə nəzarəti asanlaşdırır və üçüncüsü, bəlkə də ən əsası, diabetin ən çox hədəf aldığı ürəyimizi güclü bir qalxanla qorumuş olur. Bu fikir həqiqətən də çox güclüdür. Gəlin hərəkətə bir məcburiyyət kimi yox, bədənimizə verdiyimiz ən təsirli, ən təbii dərmanlardan biri kimi baxaq. Bu güc sizin öz əlinizdədir. Gəlin indi dördüncü, çox kritik bir məqama keçək. Dərmanların qəbulu. Həyat tərzi dəyişiklikləri möhtəşəmdir. Amma həkiminizin təyin etdiyi müalicəni izləmək də bir o qədər, bəlkə daha da vacibdir. Baxın, burada heç bir amma, bəlkə ola bilməz. Bu üç qayda qızıl qanundur. Dərmanlar müəyyən bir rejim və dozada işləyir. Onları hər gün eyni vaxtda qəbul etmək, həkim demədən əsla dayandırmamaq və dozanı öz başına dəyişməmək müalicənin uğurlu olması üçün mütləq şərtdir. İndi isə gəldik çox vaxt gözdən qaçırdığımız, amma qan şəkərinə birbaşa təsir edən iki vacib faktora: stres və yuxu. Bunlar pərdə arxasında işləyən, amma çox güclü oyunçulardır. Niyə bu qədər vacibdir? Çox sadə. Stres zamanı bədənimiz qan şəkərini artıran hormonlar ifraz edir. Yuxusuzluq isə bədənin insulinə qarşı həssaslığını azaldır, yəni işini çətinləşdirir. Buna görə də hər gecə 7-8 saat keyfiyyətli yuxu almaq və gün ərzində sizi rahatladan fəaliyyətlərə, məsələn kitab oxumağa və ya musiqiyə qulaq asmağa vaxt ayırmaq, inanın ki, ən az düzgün qidalanma qədər önəmlidir. Və nəhayət gəldik sonuncu, lakin çox həyatı bir məqama. Diabet zamanı bəzən qan dövranı zəifləyə bilir və sinirlərdə həssaslıq azala bilir. Bu səbəbdən də ayaqlara xüsusi diqqət yetirmək inanılmaz dərəcədə vacibdir. Gəlin bunu gündəlik sağlamlıq ritualımızın bir parçasına çevirək. Hər gün cəmi bir dəqiqənizi ayırıb ayaqlarınızı yoxlayın.
Hər hansı bir qızartı, kəsik və ya şişkinlik varmı? Ayaqlarınızı sıxmayan rahat ayaqqabılar sizin ən yaxın dostunuz olmalıdır. Və ən əsası, ən kiçik bir yaranı belə keçib gedər deyib göz ardı etməyin. Ona dərhal diqqət göstərmək gələcəkdəki böyük problemlərin qarşısını alır. Beləliklə, bütün bu danışdıqlarımızı ümumiləşdirsək, əsas mesaj budur. Diabet sizin həyatınızı idarə etməməlidir. Tam tərsi, siz diabeti idarə etməlisiniz. Bu bir hökm deyil. Bu sadəcə sağlam, enerjili və dolu-dolu bir həyata doğru atılan yeni bir addımdır. Və bu təhlili məhz bu sualla bitirmək istəyirəm. Bugün, elə indi öz sağlamlığınız üçün hansı bir kiçik addımı atacaqsınız? Bəlkə şəkərli bir içki yerinə bir stəkan su içəcəksiniz və ya bəlkə də 10 dəqiqəlik bir gəzintiyə çıxacaqsınız. Unutmayın, ən böyük dəyişikliklər həmişə o ilk kiçik addımla başlayır və bu addımı atmaq sizin əlinizdədir.